Salam aleyküm, müraciətim Nizami rayon məhkəməsinin hakimi Starə xanım Əliyevadır. Mən Mişli rayon Milli kənd sakini Yusubov Polad Bəbəloğlu 2024-cü ilin fevral ayında ağciyər qanaması ilə Ağciyər və Elmi Tədqiqat İnstitutunun bir korpusuna yerləşdirildim. Deməli, orada məndən 3 gün müddətində müəyyən analiz götürdülər və orada mənə əks müalicə eləmişlərdi. Oradan məni köçürdülər reanimasiya şöbəsinə, Nuridə xanım İslamzadənin reanimatoloq olduğu şöbəyə. Deməli, bu Nuridə xanım İslamzadə mənim üçün neynədi? Bax, orada mənim bütün analiz kağızlarımı itirmişdi. O insan mənim üçün onlarla dava elədi, o analiz kağızlarını tapdı və o insan mənə tromboemboliya olduğumu müəyyənləşdirə bildi, müxtəlif yoxlanışlardan keçirdi. Mənə düzgün müalicə edə bildi. Nuridə xanım, göydə Allah yerdə Nuridə xanımın sayəsində bugün bax bu vəziyyətdə oturmuşam, gicəlirəm, sağalmışam. Bir mən yox, çox insanın Nuridə xanım sağaltdı. Çox təəssüf ki, bizə dərindən təsir edən bir şey var ki, Nuridə xanımı işdən çıxardıblar. Biz dövlətin çox ali qurumları var. Ora müraciət etmək istədik. Sadəcə Nuridə xanım məhkəmənin ədalətinə güvəndiyi üçün bizi qoymadı. Biz, şəxsən mən Nuridə xanım üçün mübarizədə yorulmayacağım heç vaxt. Nə əlimdən gəlir, hətta prezident aparatına sən müraciət eləmişə də olsa da belə, yığışı prezident aparatına gelmiş olsa da belə biz onu edəcəyik. Amma biz, Starə xanım, sizə və məhkəmənin aliliyinə, qanunun aliliyinə inanırıq. Mən 1 ay 3 gün reanimasiyada ağır vəziyyətdə qalmışam. Hətta deyim ki, mənim diaqnozum ağciyər ana arteriyasının tromboemboliyasıdır. Həkimlər bilir o nə deməkdir. O diaqnozdan nadir insan sağalır durur. Mən göydə Allah yerdə Nuridə xanımın sayəsində sağalmışam. Və onun yaxşılığını heç vaxt çıxarmaram yaddan. Nuridə xanım heç bir təmənna gözləmədən bizə xidmət eləyib. Bax, iş vaxtı bitirdi, evinə getmirdi. Mən Allahın dostun o insana yazğım gəlirdi. Qalırdı xəstənin birinin nəbzi yüksəlib, o birinin təzyiqi yüksəlib, o birinin qızdırması var, nə bilim, bu birinin yata bilməyib, qalır da əlində xəstələrin əsir yesir. İnanın Allaha, bir o bizim dosyalarımızı, istoriyalarımızı varaqlayırdı ki, hər müalicə vaxtında bu xəstəyə köçürülüb, köçürülməyib. Belə bir insanı işdən çıxardıblar. O reanimasiyada ən ağır xəstədən biri mən olmuşam. Bəlkə də 1 ay 3 gün orada yatmış yeganə xəstə mən olmuşam. Orada ona qarşı olunan haqsızlıqları görmüşəm. Orada müdiriyyətin haqsızlıqlarını həm medsestralara, həm Nuridə xanıma qarşı görmüşəm. Bax, mənim özümün təzyiqim olduğu momentdə üzərimdə pul olmayıb. Nuridə xanım şəxsi vəsaiti ilə mənə çöldən Balensadın əzində olmayan təzyiqlərimi aldırıb gətirib. Çox pis təsir edir bizə. Mən bu mövzuda bilirəm, emosional danışıram, amma qısa tutacağım məsələni. Biz sonuna qədər Nuridə xanımın yanındayıq. Prezident aparatına zəng eləmiş də olsa, bütün xəstələr yığışıb gedmiş də olsa, şəxsən dövlət başçısının bugün elə vəziyyət ki, özünün şəxsi mobili də var hər yerdə. Dövlət başçısının prezident aparatının bütün qapıları, müraciətləri açıqdır. Amma Starə xanım, biz sizə güvənirik, biz qanunun aliliyinə güvənirik. Nuridə xanıma olmuş bu haqsızlıq bizə çox dərindən təsir edir. Siz təsəvvür edin, söhbət insan həyatından gedir. Mən buradan neçə dənə insan saya bilərəm sizə ki, mənim orada yatdığım müddətdə palat yoldaşım olub, çox ağır vəziyyətdə olub, Nuridə xanım onlara nə xidmət göstərib. Allahın dostun o insanın müəyyən vaxtlar olurdu ki, iş vaxtı bitirdi, evinə getmirdi o insan. Bizə qulluq eləmək üçün. Nuridə xanımın bizə xidməti bir həkimin pasiyentə xidmətindən daha yüksək idi. Nuridə xanımın bizə xidməti bir ailə üzvünün, böyük basının insanı, tam səmimi deyim, insana necə xidmət göstərərsə, həmən xidmət idi. Mən Balensadan çıxandan sonra 2 dəfə cəhd elədim Nuridə xanıma, girin manat pul verim, Allahın dostunu onu məndən qəbul eləmədi. Sizin ədalətünüzə, qanunumuzun aliliyinə güvənirik Starə xanım. Çox sağ olun, İnşallah ədalət yerini tutar.